Karamken qəsəbəsi Bramaqdan vilayətində yerləşir. Bu qəsəbə 1933-cü ildə salınıbdır. 1974-cü ildə isə şəhər tipli qəsəbə statusu alır. 1964-cü ildə burada qızıl və gümüş yataqları tapılır. Burada məktəblər, yaşayış binaları, poliklinikalar, uşaq bağçaları mövcud olur. Yəni yaşayış üçün lazım olan infrastrukturlar olur. Buranın əsas iqtisadi gəliri və əsas iş yeri qızıl və gümüş mədənləri idi. Lakin 1990-cı illərdə artıq orada qızıl çıxartmaq iqtisadi baxımdan sərf eləmirdi. Əsas ehtiyatlar artıq tükədilmişdir, yəni çıxartmışdılar nə olurdu. Əhali get-gedə azalmağa başlayır. Həmçinin 2009-cu ildə burada faciə baş verir. Rud emal zavodunun zibil anbarının saxlayıcısı partlayır. Ruddan çıxan tullantı qarışıqları qəsəbəyə doğru enir. Axın evləri və infrastrukturu dağıdır. Bundan sonra əhali daha tez qəsəbəni tərk eləməyə başlayır və şəhərin əhalisi get-gedə sıfıra düşür. 2014-cü ildə burada Rusiyanın digər qəsəbələri və şəhərləri kimi ruh şəhərciyə sönür. Yəni həyat qalmır burada. İnsanlar buranı tamamilə tərk edir. Bu gün isə buranın görüntüsü buradır. Tərk edilmiş binalar, zaman sanki dayanıbdır burada. Ən varlı və ən inkişaf eləyə bilən yerlər də bir gün xarabalığa çönə bilir.